Qur'an-ı Kərimdən mübarək Səffat surəsinin 100-cü ayəsində Həzrət İbrahim Peyğəmbərin duasıdır. Allah övladı olmayanlara gözəl övlad payı verməklə o ailələri sevindirsin inşallah. Həzrət İbrahim Peyğəmbərin də övladı olmurdu, bu duanı edərdi. Övladı olmayanlar bu duanı qunutda eləyə bilər, üstəlik səcdələrdə oxuya bilər. Rabbi həbli minəs-salihin. Dua edirdilər ki, Allahım, mənə salih övlad bəxş elə, mənə gözəl övlad bəxş elə deyə dua edirdi. İmam Hüseyin əleyhissalamın Kərbəla hadisəsində Əli Əkbərlə bağlı olan davranışı və Əli Əkbər əleyhissalamın da valideynləri ilə davranışı əslində bugünkü gəncimizə iman, ədəb baxımından, danışıq, rəftar baxımından nümunə olacaq, nümunəvi bir gəncdir. Yəni, bugünkü cavanlarımız ataya, anaya diqqət məsələsində, davranış məsələsində Kərbəladan günümüzə mesaj anlamında Əli Əkbər əleyhissalamın həyatına, onun valideynləri ilə davranışına baxaraq həyatını daha da gözəl bir şəkildə keçirməlidir.